Deməli dostlar, törəmə mövzusu səhifə 139-28 nömrəli tapşırıq. Fx və gx funksiyaları verilib. Bunların da deməli m nöqtəsi ortaq nöqtədir, apsisi 1, ordinatı A-dır. Və bizə hx funksiyası bərabərdir fx vur gx funksiyası şəklində olduğunu verilir və h-1, yəni hx funksiyasının bir nöqtəsindəki törəməsini soruşur. Burada sual işarəsi yazmalıydım. Necə eləyəcək dostlar? Deməli, bu gx funksiyası görürsünüz ki, düz xətdir də, düzdürmü? Gx funksiyası kx plus 5 şəklində yazılan xəttli funksiyadır. Bunda deməli, burada görürsünüz katetlər 4 və 4. Deməli, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Yəni, buradakı bucaq 45 dərəcədir. Deməli, burada, baxın, bu bucaq 135 dərəcə olacaq. Biz də bilirik ki, k bərabərdir tangens alfa olduğuna görə. Yəni, tangens 135, tangens 135-də də mənfi 1 alır. Yəni, bunun k-sı mənfi 1-dir. B də 4 nöqtəsində kəsdiyinə görə B-si də 4. Yəni, gx funksiyası mənfi x plus 4 funksiyasıdır. Gx-i tapdıq. İndi bu A nöqtəsini necə tapaq? Yəni, 1A nöqtəsi gx funksiyasının üzərində olduğuna görə y-in yerinə, yəni gx-in yerinə A, x-in yerinə də 1 yazsaq, buradan A bərabərdir 3 alırıq. İndi dostlar, gx funksiyasının bir nöqtəsindəki törəməsini tapacağım. Niyəsini sonda görəcəksiniz. Deməli, gx funksiyası mənfi x plus 4 olduğuna görə bunun törəməsi, mənfi x-in törəməsi mənfi 1, 4-ün də törəməsi 0 olduğuna görə mənfi 1 oldu. Və fx funksiyası ilə gx funksiyası m nöqtəsində, yəni m nöqtəsi hər ikisinin eyni ortaq nöqtəsi olduğu üçün, deməli, f'1-də g'1, yəni fx funksiyasının və gx funksiyasının bir nöqtəsindəki törəməsinin qiyməti hər ikisi eyni olacaq. Başqa sözlə, bu törəmə zaten bilirsiniz də, bu nöqtədə çəkilən toxunan olduğu üçün zaten 135 dərəcə əmələ gətirir. Yəni, f'(x) törəmə bərabərdir k, o da bərabər tangens alfa. Yəni, tangens 135 olduğu üçün fx funksiyasının bir nöqtəsindəki törəməsi ilə gx funksiyasının bir nöqtəsindəki törəməsi mənfi 1 elədir. Bir də f1-i və g1-i tapaq. Bunlar da bir-birinə bərabər olacaq. Çünki bu bir nöqtəsi həm fx həm də gx funksiyasına aid olduğu üçün, a da 3 olduğu üçün biz a-nı burada 3 tapdıq axı. Deməli, f1 və g1 3-ə bərabər olacaq. İndi bizdən hx bərabərdir fx vur gx funksiyasının törəməsini soruşur. Bunun törəməsini tapanda dostlar, hasilin törəməsi bilirsiniz ki, belə olur da. Birincinin törəməsi vur ikinci, üstə gəl, birinci vur ikinci funksiyanın törəməsi. Bizdən də h'1-i soruşduğuna görə x-ların yerinə hamısının burada 1 yazsam, f'1 vurulsun g1, üstə gəl, f1 vurulsun g'1. Düzdürmü? Yəni, h funksiyasının bir nöqtəsindəki törəməsi f'1 mənfi 1 olduğu üçün yazıram mənfi 1, g1 3 olduğu üçün 3 yazıram. Sonra üstə gəl, f1 3 yazıram, g'1 o da mənfi 1. Yəni, mənfi 3, o da 3 vur mənfi 1, mənfi 3, mənfi 6 alınır.